Salam ay, çiftə kumrular. Necəsən? Necəsiz? Neyinirsiniz? Sağ ol, sən neyirsən? Ayda bu kişi mənə imkan vermir. Mən getməliyəm. Özürlüsən. Şoförü göndərib. Gəlin dəfə rahat oturarıq inşallah. Yaxşı. Görüşərik. Neyinirdiniz? Baxma, toydan danışarız. Ay yox, inat. Bizim evlənməyimiz real məsələ deyil. Necə real məsələ deyil ki? Birdən ciddi olmarsan ha qızım, bax necə? Dəli sənsən, o deyil məsələ. Aynarın heç mənim aktant olduğumu bilmir. Gedim nə deyim? Deyim sən milyonerin balasısan, mən də aktantam gəlmişəm səni almağa. Onun nə dəxli var ki? Biraz ürəkli ol, biraz özgüvənli ol. Sən yox da yox. Allah məsələ deyil. Nəysə, bağla söhbəti, kefimizi pozmayaq. Danış görüm nə var nə yox. Nə olub ay sən dalbadal yığırsan? Nəsə olub? Yox, heç nə olmayıb, narahat olma. Bir şey var, onu danışmaq istəyirdim səninlə. Bu Nicatla bağlı. Sizin yaxşılığınız üçün mən bunu sənə deməliyəm. Nə bilim, Nicat ofisant işləyir. Nə? Ofisant? Nicat, Bəli, mən. birinci kabinetə özün bax. Bura bax. Hörmətli adamlar. Necə lazımdır? Gəl, gəl. Xoş gəlmişsiniz. Xoş növə gələk. Adın nədir? Nizat. Nizat? Bəli. Burada yəqin ki, menü zad olar da. Hə? Bəli, var. Hanı gətirdi? Hə, gətirmişsən. Yaxşı, get seçib çağıracaqsan. Qızım, sən menudan seçmək istəyirsən. Mənə də eynisini sifariş elə yaxşı. Gəl. Hə, bura gəl. Bura gəl. Bəli, mən. Nizat, sən həmin Nizatsan, mənim qızımı sən istəyirsən. Hə? Ay kişi, deyirəm mənim qızımı sən istəyirsən. Bəli. Mən necə istəyirsən, necə sevirsən, elçi göndər də. Cəsarətini çatmır. Yoxsa işi və peşəvə görə utanırsan. Bəli. Hə? Ay kişi, verən də Allahdır, o anda Allahdır. Xoşbəxtliyin bir saatını 1 milyon ala bilmərsən. Sən belə adımları göndər, yaxşı. Elçiliyə göndər, yaxşı. Mənim heç işim yoxdur göndərməyə. Heç kimin yoxdur. Xeyr. Yaxşı, orası mən qaydasını qoyarım. Narahat ol, get. Qızım, seçdin nə sən? Hə. Gəl, gəl. Seçə bildiniz bir şey müəllim. Hə, seçmiş. Sən belə elə. 3 dənə steşan gətirirsən. Şirin çay gətirirsən, yaxşı. Çünkü sen çölüme yağmur oldun. Sen gecemi gün